16 yaşdan yuxarı gənclər proqramlaşdırma, süni intellekt və kiber təhlükəsizlik üzrə beynəlxalq modelə əsaslanan təlimlərə qoşula biləcəklər. Bu barədə Holberton School Azərbaycanda 100%lik təqaüd proqramı əsasında reallaşacaq. Ətraflı sıradakı sujetimizdən xəbərdar olacaqsınız. Birlikdə izləyək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Paşa Holding şirkətlər qrupunun sponsorluğu ilə Holberton School Azərbaycanda 100%lik təqaüd proqramına start verilir. Layihə çərçivəsində 2025-2026-cı illər üzrə proqram təminatının əsasları və müasir texnologiyalar üzrə təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq nüfuza malik Holberton məktəbi modelinə əsaslanacaq. Bizim əsas məqsədimiz ölkədə İKT sahəsində, IT sahəsində kadr potensialının gücləndirilməsi və ölkəmizdə IT mütəxəssislərin bazasının yaradılmasıdır. Bu məqsədlə ölkəmizə bir neçə dünyanın nəhəng IT şirkətlərinin gəlməsini təmin etmişik. Bu şirkətlərdən biri də, bu məktəblərdən biri də Holberton School Azərbaycan olmuşdur. Bu məktəb 2016-cı ildə ABŞ-da yaradılmışdır. Onun baş qərargahı Fransada yerləşir və biz bu şirkətlə əlaqələrimizi, əməkdaşlığımızı genişləndirərək 2023-cü ildə bu şirkətin Azərbaycan nümayəndəliyini yaratmışıq və 2023-cü ildən Holberton School Azərbaycan artıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Paşa Holdingin maliyyə sponsorluğu ilə ölkəmizə gətirilmiş və şirkət təsis olunmuşdur. Tələbələr minimal bacarıqlar, biliklərini yoxlandıqdan sonra 2 mərhələli imtahandan keçirlər və onunla təqaüd qazanmaq əldə edəcəklər. Təqaüd tamamilə 100%-lidir, heç bir ödəniş tələbələr tərəfindən edilməyəcək. Fərqli proqramlar 9 və 12 aylıq bir proqramları əhatə eləyir. Azərbaycanda yaşayan və xaricdə yaşayan Azərbaycan vətəndaşları hamısı iştirak edə bilərlər. Bakı və Bakı ətrafı olanlar mütləq kampusa gəlmələri lazım olacaq, amma ətrafda yaşayanlar isə onlayn imtahan platformalarını istifadə edib və tədrislərini də onlayn davam elətdirə biləcəklər. Müraciət etmək üçün 2 əsas şərtimiz var. 1. Azərbaycan vətəndaşı olmalıdır. 2. 16 yaşın üzərində olması lazımdır. Hal-hazırda tələbələrimiz texniki biliklə, bazı texniki biliklərdən və ingilis dilindən imtahan verirlər. İkinci mərhələdə isə onlar müsahibəyə cəlb olunacaqlar. Qeyd edək ki, Holberton School Azərbaycan dünyaca məşhur Holberton School şəbəkəsinin bir hissəsidir. Bu məktəblərin məzunları LinkedIn, Google, Tesla, Docker, Apple, Dropbox, Facebook, Pinterest, Genentech, Cisco və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar. Təqaüd proqramına son qeydiyyat tarixi oktyabrın 29-unda başa çatacaq. holbertonschool.az saytından da asanlıqla qeydiyyatdan keçə bilərsiniz.